Bugün Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə doğma Şəkimizdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş çox möhtəşəm bir tədbirin iştirakçısı olduq. Tədbirdə həm Mingəçevir Dövlət Universitetinin tələbələrinin nə qədər istedadlı olduğunu, eyni zamanda bizim Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəyi müəssisələrdəki istedadlı şagirdlərimiz Bəxtiyar Vahabzadənin müxtəlif şeirlərini səsləndirərək qonaqların marağına səbəb oldular. Ümumilikdə bu tip tədbirlərin keçirilməsi bizi çox sevindirir. Xüsusilə də Mingəçevir Dövlət Universitetinin gəlib Şəkidə Bəxtiyar yurdunda Bəxtiyar Vahabzadənin 100 illiyini bu formada, bu qədər möhtəşəm bir tədbirlə qeyd etməsi hamımızı duyğulandırdı və düşünürəm ki, bütün universitetlər yerlərdə, belə təkcə regionlarda olan universitetlərimiz yox, digər universitetlər də yerlərdə bu cür tədbirlərin təşkilinə çox önəm verməlidirlər. Bu həm də bizim təhsil müəssisələrimizlə universitetlər arasında əməkdaşlıq üçün də çox önəmli rol oynayır. Şagirdlərimiz universitet tələbələrini görürlər, onlarla tanış olurlar, onların ifalarını dinləyirlər və onlarda da bir arzu yaranır ki, gələcəkdə məhz Mingəçevir Dövlət Universitetini seçsinlər və yaxud digər bizim universitetlərimizi seçsinlər. Biz bir daha Mingəçevir Dövlət Universitetinin rektoru Anar müəllim başda olmaqla oranın bütün professor müəllim heyətinə və tələbələrinə dərin minnətdarlığımızı bildiririk ki, Cənab Prezidentin sərəncamı ilə bu il 100 illiyi qeyd olunan Bəxtiyar Vahabzadənin yubileyini məhz gəlib Şəkidə keçirdirlər.